Bu cömertlik əxlaq sifətlərindən biridir. Yəni əlaçıqlıq, hədiyyə vermək, əta eləmək, sədəqə vermək bu əxlaqın yüksək bir dənə dərəcələrindəndir. Yəni bəlkə o digərləri dedik, məsələn sadiqliklə, onları qazanmaq üçün böyük bir vaxt lazımdır, çətindir, uzun müddət lazımdır, ağırdır. Amma bunların ən asan, ən rahat yolu var. Nədir? Yəni bir insan əlaçıqlıq göstərsə, kiməsə hədiyyə versə, kiməsə bir şey əta eləsə, olar ki, o çox qısa müddətdə qarşı tərəfdə nə yaradar? Sevgi yaradar, güvən yaradar. Bax, bütün o dediyimiz sifətlərin hamısını özündə cəlb edir bir anda. Ona görə yəni, İslama gələn tayfalar nə deyirdilər? Deyirdilər ki, biz elə bir şəxsin yanından gəlirik ki, o peyğəmbərdir, kasıblıqdan qorxmuş. Görürlər ki, nə də əlasıqdır. Allah hissini onsuz da yəni, o qədər malı mülkü olmurdu. Nə də olanda da ona zənginlik gələndə paylayırdı. Biz demirik ki, Peyğəmbərimiz yoxsul olub, yox, Peyğəmbərimiz yoxsul olmayıb. Sadəcə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əlində işinə saxlamayıb. Ona mal mülk çox gəlib. Onun hamısını Allah yolunda dağıdıb, kasıb olmayıb. Kasıb olmayıb o mənada ki, bütün gələn zənginliklərdən özü istifadə eləməyib. O özü də əslində bir peyğəmbərlik nişanəsidir. Əslində bu şeylərdə, bu əxlaqda, yəni o qeyri-müsəlmanlar, onun peyğəmbərimizin əleyhinə danışan insanlar üçün böyük bir ibrət var. Onlar yəni peyğəmbərimizi böyük bir adam kimi yəni təsdiqləyirlər ki, hə, o başçılıq edib, çox hikmətli olub, nə olub. Amma bir şeyi başa düşmürlər ki, bu mümkün deyil. Kim əgər liderlik edirsə, o nəsə oradan maddi marağı olur. Amma Peyğəmbərimizin həyatı göstərir ki, o maddi marağı heç olmayıb. Hətta bir gün Peyğəmbərimiz deyir ki, vallahi, məndə nə olsa sizdən heç vaxt əsirgəmərəm. Bəzilər gəlir, çox tez-tez istəyir ondan. Verir, axırda deyir ki, yəni inanın ki, məndə yəni, nəsə olsa sizdən əsirgəmərəm. Yəni narahat olmayın, mən sizə verəcəm onu. Mən buna görə siz narahat deyiləm. Bir hədisdə deyir ki, mən kasıblıqdan qorxmuram sizin üçün. Qorxuram ki, dünya açılar üzərinizə, onun üçün yarışarsınız. Necə ki, sizdən öncəkilər onun üzərində yarışdılar, həlak oldular. Yahudilər və xaçpərəstlər kimi.